hoş gelmişsiniz. Bugün muhteşem çeyrəkli pirog hazırlayacağız. Başlayaq. Bu pirogun içliği de olacak. Ama gelin önce xəmirini hazırlayaq. 4 adet yumurta, 1 stəkan süt, 1 stəkan duru yağ, mən günə baxan yağ götürmüşəm, vanil və 1 stəkan şəkər. Una qabartma tozu əlavə edirik, qarışdırırıq. Hər yan un olmasın deyə öncə belə yavaşça əlimizlə qarışdıraq, sonra isə yandırarıq. Pirogumuz yapışmasın deyə soba qabını öncə yağlayırıq. Qıraqlarını da mütləq yağlayırıq. Sonra da üzərinə biraz un. Yəni hər tərəfə həm yağ, həm un dəyməlidir. Məncə banan bura yaraşar, amma əgər siz banan dadı xoşlamırsınızsa şirniyyatlarda siz əlavə eləməyin. İndi də kremi hazırlayaq. Bunun üçün krem pendirə biz 2 qaşıq şəkər kirşanı, pudra əlavə edirik. Şirin xoşlayırsınızsa biraz çox da əlavə edə bilərsiniz. 2 yemək qaşığı olmalıdır. Bu qaşıq biraz balaca və ona görə mən 1 qaşıq da əlavə edəcəm. 1 yemək qaşığı qarğıdalı nişastası. Bütün ingredientləri yaxşı qarışdırdıq və kremimiz artıq hazırdır. Kremini də əlavə elədim. İndi ştreyzer hazırlayacağım. Bunun üçün 3 yemək qaşığı kərə yağı, 1 stəkan un, biraz da şəkər kirşanı əlavə edəcəm. Videonun altında ətraflı qeyd edəcəm nəyi nə qədər əlavə eləmək lazımdır. Şəkər kirşanını mən evdə özüm edirəm. Hazırını almıram. Qarışdırmalıyım. Bunu əllə eləsən sanki daha yaxşı olacaq. İndidən çox gözəl ətir bürüb mətbəxi. Həm kərə yağının iyi, həm vanil, həm çiyələk əla. Sobanı 180 dərəcəyə qədər isitdim. Artıq istidir. Pirogumuzu qoya bilərik. Pirog artıq sobadadır, qaldı gözləmək. Hardasa bir 40 dəqiqə hazır olacaq. O vaxta qədər mən buranı yığışdırım, çay dəmliyim və çay keyfi edim.
Söz verdiğim gibi çok lezzetli pirogdu. İçi o kadar yumuşaktı, o kadar zarifti ama üstü hırçıltılı. Çok lezzetli. Bir de çeyrəklə bananın ətri. Çok lezzetlidir.